universitet məzunu olanların hamısı əmək bazarında yer tuta bilirmi? Ya bu sadəcə diplom sevgisindən yaranan ehtiyacdır? Sənan Səmədli əksər yaşıdlarından fərqli olaraq peşə məktəbinə getməyi seçib. O gələcəkdə öz sahəsi üzrə fərqlənən mütəxəssis olmaq iddiasındadır. Gələcəyin əsasən dron texnologiyalarından, sahələrdə suvarma, birazdan agro dronlarda, bütün dərmanlar agro dronlarla səpiləcək. Əsasən gələcək tələbatı çox olduğuna görə bu sahəni seçmişəm. Ölkə xaricində müxtəlif dron şirkətlərində dron mütəxəssisi olaraq fəaliyyət göstərmək istəyirəm. Aydın məsələdir ki, dünya səviyyəli mütəxəssis yetişdirmək üçün kifayət qədər çox vəsait tələb olunur. Hazırda ölkəmizdə ali təhsillə müqayisədə peşə təhsili daha ucuz başa gəlir. Bununla belə bu istiqamətə yönələn gənclərin sayı çox azdır. Bir peşənin mükəmməl öyrədilməsi üçünsə normal maddi-texniki bazanın yaradılması xeyli xərc tələb edir. Bunu peşələri tədris edən müəllimlər belə izah edirlər. Hər sahə üzrə məncə fərqli olar. Elə ixtisaslar var ki, bir dənə kompüter də olsa qarşısında bəs edir. Lakin bəzi ixtisaslarda isə bu fərqli ola bilər qiymət cəhətdə. Minimal olaraq mən belə fikirləşirəm ki, dronun ən azından 5 dənə komponentini tutan ki, motorları ilə bərabər 20 dənə motor alınsa, 5 dənə beyin alınsa, təqribən hardasa bir 20 minə falan gəlib çıxar. Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, qarşıdakı illərdə ölkəmizdə müxtəlif peşələr üzrə mütəxəssislərə ehtiyac artacaq. Bu tələbatı qarşılamaq üçün peşə məktəbləri yerli kadrlar hazırlamalıdır. Odur ki, gənclərdə bu istiqamətdə maraq yaratmaq lazımdır. Az xərc və vaxt itkisinə yol vermədən əmək bazarına daxil olmaq istəyənlər peşə yönümlü ixtisaslara üstünlük verirlər. Hazırda bilirsiniz ki, ali təhsilə baxanda peşə təhsilində nisbətən aşağıdır. Yəni bu bəzi yerlərdə 1000 manat, biraz aşağı, biraz yuxarı. Və burada da meyar odur ki, ali təhsildə daha çox vəsait tələb olunur. Amma peşə təhsilində o qədər də tələb olunmur. Ola bilər ki, peşə təhsili ilə ali təhsil arasında elə böyük bir fərq olmasın. Bu ixtisasdan asılı olaraq, ixtisasa ayrılan vəsaitdən asılı olaraq dəyişə bilər. Elm və Təhsil Naziri Emin Əmrullayev 2026-cı ilin büdcə müzakirələri zamanı çıxışında peşə təhsili ilə bağlı bəzi məqamları önə çəkib. O hesab edir ki, dünya səviyyəli rəqabətə dözümlü peşə sahiblərinin hazırlanması üçün maddi bazanın dayanıqlı olması vacibdir. Peşə təhsilində mütləq həmişə bakalavrdan az pul ayrılmalıdır deyə bir düşüncə tərzinə malik ki, peşə bakalavrdan ucuz olmalıdır. Amma elə peşə ixtisasları var ki, onların hazırlanması sözün əsl mənasında kifayət. Məsələn, bir aşpaz